Amma bihicablık bahis olub yağış yağmaya, bihicablık bahis olub qar yağmaya. Yox, Ali ibn Musa Rıza, Şəms-ü Şumuz, Əlinsun nüfus, Əl-Mədfunu bi-ərzetuz. İmam Rıza buyurdu, İzâ kazabel bulad, hubisel metr, ve izâ câre sultâne, ânetid dovle, ve izâ hubisetiz zekat, mâtetil mevaşi. İmam Rıza buyurdu, her vaxt məsul camiə gələ mərduma yalan danışa, Allah nemət yağışını o ümmətdən kəsər. Nazil eləməz baranı rəhmətin. İşləyən yalan danışa, işləyən zülm eləyə, ciblərin dolduralar. Və buyurdu, zəkat verilməsə, Allah heyvanları aradan ata, heyvanlar bölərlər bir camiət. Niyə baranı rəhmət yağmır? Dəlil müşəxxəsdir. Bunca ixtilas ilə hansı baranı rəhmət? Bunca zülm ilə hansı baranı rəhmət? Hansı qardan danışaq biz? O yeyir, o birisi ondan cibi gəndi. O ondan yaxçı yiyəcək. Mərdum baba, bir zaman var idi, ya tərəf puldar idi, servətmənd, ya mə'muli idi, bəzi malisi, ya fəqir idi. Əlan o mə'muli vəsətdən gedib, ya servətməndidir, ya tərəf acından ölür. Bu olub bizim caləmiz.